Kanala abone olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual dekabrın 28-i 11-ci siniflərə OTK buraxış imtahanında salınıb. Tənliyin sonsuz sayda həlli varsa A və B parametrlər cəmin bizdən istəyirlər. Tənliyin nə zaman sonsuz sayda həlli var? Baxın, bu şərt ödənərsə sağ və sol tərəfi götürüb ayrılıqda sıfıra bərabər etməliyik. Onda yazarıq 2A çıx 3 bərabər 0. 2A bərabər 0-ın üstünə 3 gələrik 3. A olar 3-ü 2-yə bölərik 1,5. Daha sonra AB üstə gəl 6-nı da 0-a bərabər edərik. Buradan A-nın yerinə 1,5 qoyarıq. 1,5 vur B bərabərdir 0-dan 6 çıxarıq -6. B də bərabər -6-nı 1,5-ə bölsək -4 alınacaq. A ilə B-nin cəmi bizdən istəyirlər. Yəni 1,5 üstə gəl -4. Düzgün cavab olacaq -2,5. Yəni C variantı.